Herkese salam, kanalıma xoş gəlmisiniz. Yeni bir video ilə qarşınızdayım. Bu videoda sizə ingilis dilində istifadə olunan ən vacib sözlərdən 25-ni seçib göstərəcəm. Bu sözlər A1, B2 səviyyəsindədir. Bu videonun daha əvvəl birinci hissəsini çəkmişəm. Bu isə onun davamı olacaq. Sözləri seçdiyim PDF-i videonun açıqlama qismində paylaşacağım. Daha ətraflı oradan araşdıra bilərsiniz. Əgər bu sözləri bilsəniz, gündəlik ingilis dilini daha rahat başa düşəcəksiniz. Həm də öz fikirlərinizi ifadə etmək sizin üçün daha asan olacaq. Sözləri səviyyələrə görə bölmüşəm ki, özünüzü yoxlaya biləsiniz. Videonu izləyərkən hansı sözləri bildiyinizi diqqətlə izləməyə çalışın. Əgər sözlərin çoxunu başa düşürsünüzsə, deməli sizin dil səviyyəniz yaxşıdır. Əgər çətin gəlirsə, narahat olmayın, bu tam normaldır. Əsas məqsəd bu sözləri öyrənib gündəlik həyatda, gündəlik danışıqda istifadə etməkdir. İndi isə sizə bir dəqiqə vaxt verirəm. Dəftərinizi, qələminizi götürün. Hazırsınız? Əgər hazırsınızsa, A1 səviyyəsində olan sözlərlə videomuza başlayaq. Birinci sözümüz happy sözüdür. Happy, yəni xoşbəxt deməkdir. Mən sözləri tələffüz etdikdə çalışın siz də mənimlə bərabər təkrar edəsiniz ki, praktika etmiş olasınız. Happy. Burada bir məqama diqqət yetirin. Çox vaxt tələbələr happy sözünü happy, yəni 2P səsi ilə tələffüz edirlər. Ancaq bu tələffüz doğru deyil. Düzgün tələffüz belə olmalıdır. Happy. I feel happy today. I feel happy today. Mən bu gün xoşbəxt hiss edirəm. He is happy today. O bu gün xoşbəxtdir. She looks happy. O xoşbəxt görünür. Yeri gəlmişkən, bu sözlə bağlı bir söz birləşməsində sizlərlə bölüşmək istəyirəm. To be happy with something. Mənası nədənsə razı olmaq, nədənsə məmnun olmaq deməkdir. Məsələn, I am happy with my exam results. Mən imtahan nəticələrimdən razıyam. I am happy with my exam results. İkinci sözümüz busy sözüdür. Busy, yəni məşğul deməkdir. Məsələn, I am busy now. Mən indi məşğulam. I am busy now. He is busy now. O indi məşğuldur. He is busy now. Bu sözü siz həm də bu ifadələrdə də görə bilərsiniz. A busy day, a busy week. Yəni, görülməli işlərin çox olduğu gün, görülməli işlərin çox olduğu həftə. Təəssüf ki, konkret olaraq tərcümə edə bilmədim, ancaq mənası bu deməkdir. Ümid edirəm ki, sizin üçün aydın oldu. Nə iləsə məşğul olmaq mənasında bu ifadədən istifadə edə bilərsiniz. Busy with something. To be busy with something. Məsələn, the children are busy with their homework. Uşaqlar öz ev tapşırıqları ilə məşğuldurlar. The children are busy with their homework. Üçüncü sözümüz idea sözüdür. Yəqin ki, bu sözlə daha əvvəlki videolarımdan tanışsınız. Idea, yəni ideya, fikir deməkdir. Bu sözün də tələffüzünə çox diqqətlə yanaşın. Çox vaxt tələbələr idea yox, ideya kimi tələffüz edirlər bu sözü. Ancaq doğru tələffüz idea olmalıdır. Idea. Məsələn, this is a brilliant idea. Bu möhtəşəm bir fikirdir. This is a brilliant idea. A1 səviyyəsindəki növbəti sözümüz question sözüdür. Question. Mənası sual deməkdir. I have a question for you. Mənim sizə bir sualım var. I have a question for you. He answered my question. O mənim sualıma cavab verdi. He answered my question. Əlavə məlumat olaraq onu demək istəyirəm ki, sual işarəsinə question mark deyilir. Bəlkə də bir çoxlarınız bilirsiniz, bilməyənlər üçün də yeni bir məlumat oldu. Question mark. Beşinci sözümüz fürsət, şans mənalarını verən bir sözdür. Chance. Chance. Məsələn, I have a chance to win. Mənim qalib olmaq üçün fürsətim var. I have a chance to win. Növbəti sözümüz seçim deməkdir. Choice. Seçim. Məsələn, I really liked your choice. Mən sənin seçimini çox bəyəndim. I really liked your choice. Yadınızdadsa, keçən dəfəki videoda biz bu sözün fe'l formasını öyrənmişdik. Choose, seçmək. Bugün isə onun isim versiyasını öyrəndik. 7-ci sözümüz building sözüdür. Building, bina deməkdir. Məsələn, this is a historical building. Bu, tarixi binadır. This is a historical building. Bu sözün kökü build sözüdür, yəni tikmək, inşa etmək mənasından gəlir. Build, building. Növbəti sözümüz agree fe'lidir. Agree, razı olmaq deməkdir. Kiminləsə razı olmaq mənasında agree with ifadəsi istifadə olunur. Məsələn, I agree with you. Mən səninlə razıyam. I agree with you.
Tələbələr çox vaxt bu cümləni I agree with you əvəzinə I am agree with you deyirlər. Amma bir şeyi nəzərinizə çatdırım ki, agree feili to be feili deyil, to do feilidir. Ona görə də onun düzgün forması I agree with you olmalıdır. Tələb A1 səviyyəsində olan sözlər bitdi. Deyin görün bu sözlərdən neçəsini bildiniz? Hansı sözlər sizin üçün yeni oldu? Fikirlərinizi mütləq rəy bölməsində bildirin. Əgər sözlərin çoxsunu bildinizsə, sizi təbrik edirəm. Sizə halal olsun. İndi isə keçirik A2 səviyyəsində olan sözlərə. 9-cu sözümüzlə A2 səviyyəsinə başlayaq. Bu söz different sözüdür. Different müxtəlif, fərqli mənalarına gəlir. Məsələn, we have different plans. Bizim müxtəlif planlarımız var. We have different plans. Növbəti sözümüz early sözüdür. Early. Early tez, erkən deməkdir. Məsələn, she came home early. O evə tez gəldi. She came home early. Bu cümlədə early sözü hərəkətə aid olduğu üçün zərfdir. Early həm də sifət kimi də istifadə olunur. Məsələn, belə ifadələr eşidə bilərsiniz. In early summer, yayın əvvəlində. In early winter, qışın əvvəlində. In early May, mayın əvvəlində. Və yaxud da in her early 30s, 30 yaşının əvvəllərində. Yəni 31, 32, 33 yaşlarında deməkdir. Bunun əksi isə belə olacaq. In her late 30s, yəni 30 yaşlarının sonlarında, 40 yaşa yaxın vaxtları nəzərdə tuturuq. 11-ci sözümüz də gündəlik danışıqda çox istifadə olunan sözlərdən biridir. Ready. Ready, yəni hazır deməkdir. Məsələn, I am ready to start. Mən başlamağa hazıram. I am ready to start. 12-ci sözümüz problem sözüdür. Problem, yəni problem, məsələ deməkdir. Məsələn, this is a serious problem. Bu ciddi məsələdir. This is a serious problem. Bundan başqa onu demək istəyirəm ki, problem sözünü siz yəqin ki, bu ifadə daxilində də eşitmiş olarsınız. No problem. Bu da gündəlik ifadələrdə tez-tez qarşımıza çıxan bir ifadədir. Mənası problem deyil, mühüm deyil deməkdir. No problem. Növbəti sözümüz reason sözüdür. Reason səbəb deməkdir. Məsələn, what's the reason for it? Bunun səbəbi nədir? What is the reason for it? 14-cü sözümüz qərar mənasını verən decision sözüdür. Decision. Məsələn, this is not our decision. Bu bizim qərarımız deyil. This is not our decision. Qərar vermək mənasında bu üç söz birləşməsindən birini istifadə edə bilərsiniz. Make a decision, reach a decision və yaxud da come to a decision. Məsələn, I had to make a very difficult decision. Mən çox çətin bir qərar qəbul etməli oldum. I had to make a very difficult decision. Növbəti sözümüz icazə vermək mənasına gələn allow feilidir. Allow. Məsələn, they don't allow pets here. Onlar burada ev heyvanlarına icazə vermirlər. They don't allow pets here. 16-cı sözümüz appear feilidir. Appear üzə çıxmaq, peyda olmaq deməkdir. Məsələn, he appeared suddenly. O birdən-birə peyda oldu. O birdən-birə üzə çıxdı. He appeared suddenly. 12 səviyyəsində olan sözlər burada bitdi. Deyin görün bu sözlərdən hansıları bildiniz? Hansı sözlər sizin üçün yeni oldu? Mütləq rəy bölməsində öz fikirlərinizi mənimlə bölüşün. Əgər bu sözlərin əksəriyyətini bildinizsə, sizi təbrik edirəm. Dil səviyyəniz ən az A2 səviyyəsindədir. İndi isə keçək B1, B2 səviyyəsində olan sözlərə. 17-ci sözümüz important sözüdür. Important mühüm, vacib deməkdir. Məsələn, it's very important to practice daily. Gündəlik praktika etmək çox vacibdir. It's very important to practice daily. Növbəti sözümüz strong sifətidir. Strong, güclü, qüvvətli deməkdir. Məsələn, she has a strong character. Onun güclü xarakteri var. She has a strong character. 19-cu sözümüz təcrübə mənasını verən experience ismidir. Experience. Məsələn, that was a great experience. O möhtəşəm bir təcrübə idi. That was a great experience. Experience sözünü belə bir ifadədə də görə bilərsiniz. In my experience. Yəni mənim təcrübəmə görə, mənim təcrübəmə əsasən. In my experience, people generally smile back if you smile at them. Mənim təcrübəmə görə insanlar siz onlara gülümsəyən zaman sizə gülümsəyirlər. Növbəti sözümüz result sözüdür. Result nəticə deməkdir. Məsələn, the result surprised everyone. Nəticə hamını təəccübləndirdi. The result surprised everyone.
21-ci sözümüz advice sözüdür. Advice məsləhət deməkdir. Bu söz bizim dildən fərqli olaraq ingilis dilində sayılmayan isimdir. Biz öz dilimizdə məsləhət sözünü bir məsləhət, iki məsləhət və s. bu formada saya bilirik. Amma ingilis dilində sayılmayan isimlərin qarşısında rəqəm istifadə edilmədiyi üçün advice sözünü də 1, 2, 3 deyə saya bilmirik. Onun əvəzinə a piece of advice, two pieces of advice deyə bilərik. Bir şey də vurğulamaq istəyirəm ki, advice sözündə sonda tələffüz olunan səs s səsidir. Bunu ona görə deyirəm ki, bu sözün bir də advise forması var, yəni məsləhət vermək forması var. Orada isə həm sözün yazılışı da fərqlidir, oxunuşunda da fərq var. Advice, sondakı səs z səsidir. İndi isə nümunə cümləmizə baxaq. He gave me useful advice. O mənə dəyərli məsləhət verdi. He gave me useful advice. Növbəti sözümüz continue fe'lidir. Mənası davam etmək deməkdir. Bu söz də ingilis dilində çox tez-tez istifadə olunan sözlərdən biridir. Gəlin nümunə cümləmizə baxaq. He paused for a moment to listen and then continued eating. O qulaq asmaq üçün bir anlıq fasilə verdi, daha sonra isə yemək yeməyə davam etdi. He paused for a moment to listen and then continued eating. 23-cü sözümüz savadlı mənasını verən educated sözüdür. Educated. Məsələn, she is highly educated. O çox savadlıdır. She is highly educated. Növbəti sözümüz increase fe'lidir. Increase artmaq deməkdir. Məsələn, prices may increase soon. Qiymətlər tezliklə arta bilər. Prices may increase soon. Bu sözü tələffüz edərkən çox diqqətli olmaq lazımdır. Çünki bu sözün tələffüzünə görə mənası da dəyişir. Increase dedikdə fe'l mənasında sözün deməli vurğusu ikinci hecəyə düşür. Increase. Amma isim mənasında işlətsək, increase deməliyik. Yəni, vurğu birinci hecəyə düşəcək. Increase. Mən daha əvvəl vurğusuna görə mənası dəyişən sözlər haqqında bir video çəkmişdim. O videonu da bu videonun açıqlama qismində paylaşacağım. İstəyən olsa oradan baxa bilər. Və gəldik çatdıq videomuzun sonuncu sözünə. Incredible. Bu sözün mənası inanılmaz deməkdir. Məsələn, it is an incredible story. Bu, inanılmaz bir hekayədir. It is an incredible story. Beləliklə, B1, B2 səviyyəsində olan sözləri bitirdik. Deyin görün, bu sözlərdən hansı sizlər üçün yeni oldu? Hansı sözləri daha əvvəldən bilirdiniz? Əgər bu cür videolar sizin üçün maraqlıdırsa, bunun növbəti hissələrində çəkməyi planlaşdırıram. Videonu bura qədər izləyənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Əgər videonu bəyəndinizsə, bəyənib şərh yazmağı və kanalıma abunə olmağı unutmayın. Bundan əvvəl çəkdiyim videonu da mütləq burada paylaşacağam. Ona da baxmağı yaddan çıxarmayın. Növbəti videoda görüşərik.